Salam, hər vaxtınız xeyir olsun. Mən Qocayeva Fədaiyə, kimya müəllimiyəm. Bundan sonra Instagram səhifəmiz onsuz da yenidir və Instagram səhifəmizdə davamlı olaraq kimyadan test izahları videosu paylaşacağam. YouTube kanalımızda isə dərs izah videoları paylaşacağam. Amma baxsaz onsuz da görəsiniz ki, YouTube kanalımız hələ bomboşdur, heç bir şey yoxdur. Amma inşallah ki olacaq. Əvvəlcə başlayıram birinci testimin izahından. İlk anlayışlar bölməsindəndir. X maddəsi verib və ərimə qaynama temperaturunu qeyd edib. Sonda isə müsbət 20 dərəcədə hansı aqreqat halında olar onu soruşur. Birinci başlayıram X-dan. X 0 dərəcədə başlayır əriməyə, 100 dərəcədə isə qaynayır. 100-dən artıq yuxarı nə olacaq qaz aqreqat halında? 0 ilə 100 arasında isə nə olacaq? Maye. Mən də görürəm ki, müsbət 20 təbii ki 0 dərəcə ilə 100 dərəcə arasında yerləşir. Deməli mənim X maddəm maye aqreqat halında olacaq. Baxıram Y maddəmə. Y maddəm -60 dərəcədə əriyir, -10 dərəcədə isə qaynayır. Yəni -60-a qədər bərkdir. -60 ilə -10 arasında mayedir. -10-dan yuxarı isə artıq qazdır. Mən də görürəm ki, müsbət 20 -10-dan yüksəkdə yerləşdiyi üçün deməli mənim Y maddəm olacaq qaz aqreqat halında. Baxıram Z maddəmə. Z maddəm müsbət 30 dərəcədə hələ əriyib mayeyə çevriləcək. Mənim 20 dərəcəm isə 30 dərəcənin altındadır. Deməli, burada Z maddəsi bərk aqreqat halında olacaq. Belə keçirəm ikinci testin izahına. Eyni testi, sadəcə ədədlərdə biraz fərq var. Yenidən maddəm X-dır. Yenə ərimə temperaturu 0, qaynamanı 100 verib və bunlarda artıq müsbət 10 dərəcə üçün maddələrin aqreqat halını soruşur. Baxıram X maddəsinə yenə 0 dərəcədə əriyir, 100 dərəcədə qaynayır, 0 ilə 100 arasında yerləşdiyi üçün o. Deməli, mənim X maddəm bu aralıqda maye aqreqat halında olacaq. Baxıram Y-ə. Y -60-da əriyir, -10-da isə qaynayır. Mən də görürəm ki, bu müsbət 10, -60 ilə -10 arasında mayedir. Mənim bu müsbət 10-um isə -10-dan daha yüksək temperatur olduğu üçün, onda deməli artıq mənim Y maddəm burada olacaq qaz aqreqat halında. Baxıram Z maddəmizə. 20 dərəcədə hələ əriyir. 20 dərəcəyə qədər, deməli 20 dərəcədə əriyib mayeyə çevrilməyə başlayırsa, 20 dərəcədən aşağıda yerləşir müsbət 10. Deməli hələ müsbət 10-da mənim Z maddəm bərk aqreqat halındadır. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki yararlı olmuşdur. Və qeyd etmək istəyirəm ki, fərqindəyəm ki, kimyadan ilk anlayışlar bölməsidir. Yəni sadə testlərin izahıdır. İnşallah getdikcə testlərdə təbii ki biraz mürəkkəbləşəcək. Sağ olun, salamat qalın.